Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub. Hazırda 4600-dən artıq Türkiyə şirkəti Azərbaycanda fəal iş aparır. Bu barədə 2-ci Azərbaycan-Türkiyə investisiya forumunda bildirilib. Qeyd olunub ki, Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir. İşğaldan azad edilən ərazilərdə aparılan bərpa quruculuq işlərində Türkiyə şirkətlərinin roluna da xüsusi diqqət çəkilib. 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-yə yaxın layihəni icra edir və bu layihələrin dəyəri təqribən 5 milyard dollardır. Onu da xüsusi qeyd edim ki, 2027-30-cu illər üçün ikinci böyük qaydışa aid olan dövlət proqramı da hazırlanır, yaxın zamanlarda təsdiq olunacaq. Orada Türkiyə və Azərbaycan iş adamlarını dəvət edirik. Forumda Azərbaycanın orta dəhliz üzərindəki rolu, strateji əhəmiyyəti, eyni zamanda ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya proseslərinin diqqətlə izlənildiyi bildirilib. Böyük siyasi çağırışlara baxmayaraq, Azərbaycanın iqtisadi artımı təmin etməyi bacardığı vurğulanıb. Rusya-Ukrayna savaşı ilə birlikte orta koridorun cazibesi ve kullanılabilirliği artmıştır. Sayın Başbakan da az önce altını çizdi. Bu anlamda orta koridorun en önemli bileşenlerinden birisi olan Azerbaycan'la ilişkilerimiz daha stratejik bir hale gelmiştir. Zengezur bağlantısının açılması orta koridorun rekabet gücünü daha ileri seviyeye taşıyacaktır. İki ölkə arasında ticarət dövriyyəsi ötən il təxminən 8 milyard dollar olub. Bu il ticarət dövriyyəsində neft qiymətlərinin azalması və digər amillər səbəbindən müvəqqəti zəifləmə olsa da davamlı xarakter daşımayacaq. Əsas məqsəd Azərbaycan və Türkiyə prezidentlərinin müəyyən etdiyi 15 milyard dollarlıq ikitərəfli ticarət hədəfinə nail olmaqdır. Türkiye, Azerbaycan'ın ihracatında ikinci sıraya yükseldi. Azerbaycan'ın ithalatında da Türkiye 3. sırada. Hedefimiz karşılıklı ticaretimizin inşallah toplam ticaretlerimizde 1. sıraya yükselmek olmalıdır. Azerbaycan bizim gerek bağımsız devletler topluluğu ülkelerine gerekse de özellikle Türk dünyası cumhuriyetlere, ülkelere ulaşmamızda önemli bir kavşak noktasında bulunmakta. İkinci Azərbaycan-Türkiyə investisiya forumu çərçivəsində Türkiyədə yerləşən elektrik stansiyasının satın alınması ilə bağlı Sokarla Gama Enerji şirkəti arasında saziş imzalanıb. Razılaşmaya əsasən gücü 870 meqavat olan elektrik stansiyasının 100% payı Sokara məxsus olacaq. Ləman Bayramlı, Ramiq Abbasov, İTV Xəbər.